Salam, hər vaxtınız xeyir. Bugün məktəblilər üçün yumşaq, içi peynirli boğça resepti paylaşacağım. Çox dadlı olur. Gördüyünüz kimi yumşaqdır. Ləzzəti də çox ləzzətlidir. İndi isə keçirim hazırlama qaydasına. Hazırladığım qaba bir yumurta, bir də yumurtanın ağını əlavə edirəm. Üzərinə 2 xörək qaşığı şəkər əlavə edirəm və şəkər həll olana qədər çalıram. Şəkər həll olduqdan sonra bura 100 ml bitki yağı əlavə edirəm. Hansı yağdan istifadə edirsinizsə edin, fərqi yoxdur. Onu da qarışdırdıqdan sonra üzərinə 200 qram mən otaq temperaturunda, gördüyünüz kimi yumşaqdır. Otaq temperaturunda kərə yağından istifadə edirəm. Biraz qarışdırıram. Qarışdırdıqdan sonra üzərinə 150 qram smetan əlavə edirəm. Qatıq da əlavə edə bilərsiniz. Amma qatıq biraz yağlı olmalıdır. Smetan isə faizindən asılı deyil. Çay qaşığının ortasından mən duz əlavə edirəm. Daha sonra 600 qram undan istifadə etdim. Unun miqdarını əvvəlcə xəmirin kıvamına baxarsınız. Əvvəlcə 600 qram əlavə edin. Əgər az olarsa kıvamdan görəcəksiniz bunu. Yenə əlavə edə bilərsiniz və qabartma tozunu da əlavə etdikdən sonra biraz yoğururam və üzərinə xırda şəkildə doğranmış cəfəri və şüyüddən istifadə edirəm. Hərəsindən yarım dəstə götürsəniz bəsdir. Bu şəkildə əvvəlcə yoğururam, daha sonra əlimlə yaxşı-yaxşı yoğururam. Özünüz görürsünüz ki, xəmir yumşaq xəmirdir. Mütləq xəmirin kıvamı bu şəkildə olmalıdır. Mütləq də olacaqdır, çünki bura 200 qram biz kərə yağı və 100 qram da duru yağ əlavə etmişik. Bu şəkildə rulon edirəm, daha sonra kiçik kündələrə ayırıram və kiçik kündələri də yumurlayıb yumurlar şəklində edirəm. Gördüyünüz kimi bu şəkildə edirəm əvvəlcə. Videonu buraya qədər izlədiyinizə görə təşəkkür edirəm və əgər kanalıma abunə deyilsinizsə, xahiş edirəm kanalıma abunə olasınız. Yeni videolardan xəbərdar olmaq üçün mütləq kanala ücretsiz olaraq abunə olmaq olur. Bu şəkildə edirəm kündələri və üzərini salafan vasitəsilə örtürəm. Daha sonra əvvəlcə yumurladığım kündənin birini götürürəm və bu şəkildə yayıram. Pirajki xamırı kimi. Daha sonra içərisinə rəndidən keçirdiyim pendiri qoyuram və ağzını bu şəkildə bağlayıram. Ağzını yaxşı-yaxşı bu şəkildə bağladıqdan sonra bu hissəni alta çevirirəm. Və xəmir biraz qaldıqca, yəni daha yaxşı yapışacaqdır. İkinci kündəni də sizə eyni şəkildə göstərirəm. Yenə pirajki xəmiri kimi düzəldirəm. İçərisinə pendiri qoyuram, ağzını bağlayıram və alt hissəyə çöndərirəm. Artıq boğçaların hamısını hazırladım və üzərinə hansı ki bir yumurtanın sarısını saxlamışdıq. Yumurtanın sarısını üzərinə çəkirik. Biraz keçdikdən sonra əgər yumurtanın sarısından qalarsa üzərinə yenə çəksəniz üst-üstə onda daha gözəl qabıq şəklində bişdikdə ayrılır, yəni xırçıltılı olur. Bu şəkildə 180 dərəcədə bişirdim və görün çox gözəl köpük və çox yumşaqdır. Bu isə artıq səhərsi günü sizə göstərirəm. Pendir artıq içərisində bərkiyib. Əgər içərisində pendirin yumşalma olmasını istəyirsinizsə mikrovolnovkaya qoyub biraz isidə bilərsiniz. Onda təzə bişmiş kimi olur. İzlədiyinizə görə təşəkkür edirəm. Mütləq hazırlayın.